Bu günlərim yenə də Bərdə rayonunda çəkilişlərdəyik. Bərdə rayonunda azınacaqlı durumda yaşayan, şəlalələrin arxa tərəfində çətin vəziyyətdə yaşayan bir neçə dənə ailəni sizlərə təqdim etmək istəyirəm. Bu ailələr kimlərdir? Gələn dəfə sizə bu çəkilişlərimizdə deyəcək. Bu azınacaqlı vəziyyətdə yaşayan Kəlbəzərli ailəni sizlərə təqdim etmək istəyirəm. Görürsünüz, vanna, vedrə, su. Bunlar nədir? Yağış damcılarının suyudur. Görürsünüz? Çox azınacaqlı durumda yaşayırlar. Bəli, bax görürsünüz. Evin küncünə vannalar belə qoyubdular. Bu ailəni sizlərə təqdim etmək istəyirəm. Bu ailə kimdir və indi ünvanını yazıram. Bərdə rayonunda. Kəlbəzər rayonu hansı kənd sakinisiniz? Günəşli? Bəli, Günəşli kənd sakini. Adınız, soyadınız? Novruzova Səfura Səfər qızı. Bəli, hər kəs bu ailəni görsün. Bizim Kəlbəzərli yerimizdirlər, həmvətənimizdirlər və xahiş edirəm aidiyyəti olan orqanlardan bu ailəyə dəstək olsunlar. Təşəkkürlər, minnətdaram, çox sağ olun.